Hamıya salam. Bu gün sizlərlə bərabər çox dadlı, həm də faydalı, üstəlik pəhrizə uyğun bir gül kələmindən yeməyin hazırlanışını paylaşacağam. İşə yemək bişirəcəyimiz qazana az miqdarda zeytun yağını əlavə edib toyuğun sinə ətini qovurmaqla başlayırıq. Daha sonra üzərinə nazik laylay doğradığımız soğanları əlavə edib yumşalmağını gözləyirik. Soğanlar yumşaldıqdan sonra isə üzərinə doğradığımız bibərləri, nazik doğradığımız yer kökünü və kub formasında doğradığımız kartofları da əlavə edib qarışdırırıq. Bu arada videomu buraya qədər izləyib bəyəndinizsə, like atmağı, yorumlarda öz fikrinizi mənimlə bölüşməyi unutmayın. Tomat pastasını da əlavə etdikdən sonra qoxusu çıxana qədər qovururuq. Son olaraq isə üzərinə pomidoru və biraz da duzunu əlavə edib qazanın qapağını bağlayıb vamodda bişməyə qoyuruq. Bunu da deyim ki, mənim bir ay içərisində 4 kilo çəki verməyimə kömək edən pəhriz yeməklərimdən ən əsası da bu yeməkdir. Yarı bişmiş vəziyyətə gəldikdən sonra isə üzərinə suyu əlavə edib iri formada doğradığımız gül kələmlərin üzərindən əlavə edirik. Qarışdırmadan qazanın qapağını bağlayıb gül kələmlərinin və digər tərəvəzlərin bişməyini gözləyirik. Yemək tam hazır olmadan öncə isə gül kələmlərini əzməyəcək formada qarışdırırıq. Suyunun çox hissəsi çəkilib. Gül kələmləri də bişibsə, deməli artıq yeməyimiz hazırdır. Bu cür dadlı və faydalı bir nemətdən sizlər də məhrum olmayın. Mütləq hazırlayıb dadına baxın. Əminəm ki, çox bəyənəcəksiniz. Hazırlayıb yeyəcək olan hər bir kəsə indidən nuş olsun deyirəm. Sağ olun, salamat qalın. Əsas odur ki, özünüzə yaxşı baxın.